Sima imzadan qeydiyyatdan keçdikdən sonra daxil oluruq smartfona. Gördüyünüz kimi. Burada əvvəlki qaydada görürsünüz. Üstünə basaraq daxil oluruq. Yuxarıda isə Sima imza. Baxın, onun üstünə basırsınız, daxil olursunuz. Daha sonra belə bir ekran açılır. Və aşağıda təsdiq et var. Onun üstə basırsınız və Sima imzadan qeydiyyatdan keçən zaman yazdığınız PIN kodu təzədən yazırsınız bura. Onu mütləq yadda saxlayın. Sonra yenə də təsdiq et var. Onun üstə basırıq. Və gördüyünüz kimi artıq vətəndaşın üstünə basırsınız, daxil olursunuz. Artıq gömrüyə. Və bu formada, yəni əvvəllər nətər bəyan edirdinizsə, yerdə eyni qaydada bəyan edirsiniz. Yalnızca yuxarıda olan Sima imza. Ona basırsınız, daxil olursunuz və əvvəllər necə bəyan edirdiniz, telefon nömrənizi yazırdınız, məhsulunuzu seçirdiniz, məbləği yazırdınız, eyni formada